Salam aleykum, hər birinizi salamlayıram. Allah Pərviz həkimə can sağlığı versin, çox gözəl insandır. Demək, Pərviz həkimin bu öz balışıdır. Mən də gördüm, getdim aldım sırası, amma müasir balışı da var. Demək, Ayşin bir şey bilmez, mən kökələ bilmirəm, konkret, yəni kökələ bilmirəm. Mən nə edə bilərəm, necə kökələm? Vallahi sən o qədər aralamsan ki, mənim toyuqlarım, həyatda olan toyuqlarım səndən köçdü. İndi ona görə də... Göyə otacaq yiyirəm. En azından biz özümüzə arpa unundan zadından yiyib, biraz özüləcəksən. Vallahi o toyuqlarım həqiqətən də o qədər gözəl arpa zad yiyirlər, həqiqətən də kökəlirlər, özü yumurta verirlər. Sənin bu millətə çox faydan var, nəinki mənim o toyuqlarım. Mən sənə bir dənə qardaş kimi deyim, bu millətə gözəl yaxşılıqlar edirsən. Onlar bəziləri qədri bilir, bəziləri bilmirlər. Həm məni tanıyanlar bilirlər nə danışıram. Və bu kimi paduşkalar və həmin o turbaları mən üzə çıxardıb danışmamışam. Sənin sayında indi bilsələr cəmaat bilirlər bunu. Çünki mən bunları özüm üçün istifadə edirəm və uzun illərdir xəstələmə də məsləhət görürəm. Ancaq faktiki olaraq bu vasitələr mən həmişə 4 barmaq üzərində, bunu deyim sizə bilsinlər, 4 barmaq bu qalınlıqlarını boyun altına qoymağa gözəl bir vasitə axtarırdım. Həmişə taxta edirdim onu. Çox uzun zamanlar mən o, belə deyək də, 2 dənə yumru belə taxtanı götürürdüm, ortadan böldürürdüm onu pilaramada. Sonra onun üstünə xırda maçarka qoydururdum və koji bu sələfanlarla üstündən vururdum, ondan istifadə edirdim. Sağ olsun bu kitay. Bunların hamısını elə qəşək gözəl, həm miyaqqıdır, yumuşaqdır, rahatdır, elastik formada, həm də bu şəkildə basıldıqda yəni, çox rahatsızlıq verir, yəni incitmir çox insanı. Və üstdə görürsünüz, yəni nöqtəvi halqalarla bağlı. Peki, mən üstünə söz kəsirəm. Bununla yatan, balışla yatanda biz nə fayda görürük bununla yatanda? Bunun fayda bundadır, yoxsa balışdadır? Yox, balışla yatanda ümumiyyətlə biz yumuşaq yerdə yatmağı sevirik, əslində bəziləri qol tükündə yatır hələ. Yəni o zaman baş boyun istədiyi istiqamətə əyilə bilir. İnsan da yatdı, öldü deməkdir. Onurğada artıq o əyilmələr müxtəlif, səhər döndə deyir, baş boynum ağrıyla, bir de boynum paduşkadan düşür, bir de inəmli olur falan. Həriyə bir cür forma qoyurlar ki, ad qoyurlar yəni. Əslində düzgün yatış budur. Yəni yatış nə deməkdir? Bu boyunla yerin arasında, köy arasında 4 barmaq fərq vardır. Bu isə onu birbaşa düz yerdə uzanaraq, boynun arkasına qoyaraq, burada başın arkasında 2 dənə burada gördüyünüz kimi, bax, burada nöqtələr var. Görsənir, yoxsa yox? Bax, burada nöqtələr var. Bu vasitəni, bunlar basdıqda arterial təzyiqi biraz da aşağı salaraq beyinə zəif qan göndərdiyinə görə beyin tez yuxuya gedir. Çox adam yerinə girir, yata bilmir. Niyə? Çünki düz narahatdır, o tərəfə çönür, bu tərəfə çönür, bilmir neyini. Bu, həmin o beyinə girən o qan damarlarını bir balaca sıxaraq, saxlayaraq insan beyninə gözəl yuxu gətirir. 5 dəqiqə içində maksimum yatmalıdır, bununla yatar adam. Və səhərdə duranda çox sakit də durur. Yatanda belə qoyanda başı həm xorullama olmur, həm həzm prosesləri problemi aradan çözülür. Yəni kim ki çox yer sol üstündə yatır, bəziləri sağ üstündə yatır, köpürəm, həzmim yaxşı falan. Ən gözəl yatış arxada, arxa üstə yatmaqdır, arxa qatda və başının arkasında bunu bu şəkildə qoyub uzanmalı. Yəni boynun ardına qoyursan bunu, başa yox. Bir neçə gün mən bununla yatdım, düzdür, narahatçılığım oldu, amma örgəşdim. Daha əsas məsələ bir həftə sənin çıxarmıyor. Bir həftə. Çünki biz örgəşmirik. Kitaylar, Yaponlar, bunlar uşaqlıqdan uşaqlar bunun üstə yatızdırırlar, düz yerdə yatızdırırlar. Biraz böyüyən kimi, bax belə bu turba kimi vasitələrdən istifadə edib qoyurlar boyun ardına ki, boyun bu şəkildə gəlsin, o esvarlar bizim o bədənimizdə olan lardozlu, kifozlu ondan düzəlsin. Uşaqlarımızın çoxu paduşka qoyurlar, bəziləri lap dik qoyur, görürsən, kifozlaşma əməliyyatı. Hamını belə qarbat olurlar bu vəziyyətlərdə. Amma bunlardan istifadə edəndə onurğa tam düz vəziyyətdə qalır. Əslində paduşkalar, əzizlərim, dizimizin altı üçündür, baxın, başımızın altı üçündür. Ora qoya bilər də yatanda. Bəli, o əslində ora qoyulmalıdır. Paduşka diz altına qoyulur ki, belin bu çökə hissəsi yerdə rahat şəkildə qalsın. Ona görə də bizə lazım olan vasitələrdən biri mütləq şəkildə. Bax, belə bir şəkildə, bərk formada, biraz yumuşaq formada, yəni başımız tam arxaya getməsin deyə sizi saxlaya bilən, çox elastik barmaq girə bilən bir vasitədir. Bu kimi materiallardan istifadə edə bilərsiniz. Kimin yoxudur, belə deyək,
idman zallarında olur, idman Var, yerlərində var, olur var. satırlar. Sədərəkdə də Doğru var. zaman qardaş deyəsə yerlər Sədərəkdə mağazadır. var. Və imkanı olmayanda ki, bundan almaz. 5-10 manat neçədir? 10 manat deyirsən. 2 manat sədərəkdə. Yəni bu belə bir qiymət. Olmasa turbanın üstünə bir dənə masalkadan zaddan qoyun, onun üstündə də yata bilər. Həkim, Allah sizə sağlıq versin. Bir şey də sizə deyim də, bu turba idmanın indi hamı eləyir, çox insanlar eləyir. Sosial şəbəkələrdə bir həkim var, dedi ki, yəni yox, bunu eləmək olmaz, gələsiz, yəni mən birinci həkim baxmalıdır. Yəni bu işin siz sənətkarısınız. Bu onurğa söhbətidir, yəni kifozdur, skalyozdur, bu iş sizin yəni əlinizdə heç nədir də. Bu haqqda nə deyə bilərsiniz? Bunu eləmək üçün turba idmanın həkim lazımdırmı? Bunu tam əminliklə deyirəm, Rəman qardaş. Burada heç bir həkimə ehtiyac yoxdur. İstər mən olum, istər başqa bir həkim olarsa, fərqi yoxdur. Bu elə bir gözəl vasitədir ki, burada nə iynə var, nə dərman var, nə ziyanverici bir məhsul var, yəni bu nə tableti var, nə həbi var, nə otu var. Bu insanın öz fizioloji hərəkətidir. Bunu kim, hansı həkim desə ki, sən niyə hərəkət edirsən, bu həkim verib başını divara çıxır. Yəni bu düzgün hərəkət deyil ki, mən başımı belə döndərəm, həkim deyir, sən başını döndərməm, niyə? Mən belə istəyirəm ki, mən özü yoxlatdır, sonra mən icazə verim başını döndürməyə yoxsa. Bu düşüklükdür, yəni bu həkimlikdir. Yəni bu həkimin bu sözü labid Ən azından adam evdə ağrılardan yüngülcə azad ola bilər. Təzyiqdən çoxusu ürək dərman atmayanda var. Bir artıq qurtulmuşam bu şeylərdən. Bunun bir neçə vasitələri var. Məsələn, sən uzansan bura, mən səni göstərim orada, hərəkətlərdən göstərək. Və mən hansı hərəkətlərin hara xeyri olduğunu deyib, bir dəfəli cəmaatın icazəsini bu həkimlərin də yarı səhər. İkinci videoda onu çəkən inşallah. Ona görə də bu belə bir sistemdir ki, bunu hər kəs eləsin. Bunu yaşlı insanlar daha çox eləyə bilərlər. Yəni, gənclər, məsələn, hansı hərəkətlərdə qaçırlar, ora-bura, idman filan məsələn. O evdə qalan, çox oturan, analar, nənələr, əmilər, dayılar, yəni dizi ağrıyır, beli ağrıyır, boyun ağrıyır, təzyiqi var, müxtəlif formalarda nəyi var. Onlar uzana bilərlər, qəşəng boyun bu şəkildə, ayaqlarını isə bu şəkildə qoyaraq, yəni eyni istiqamətdə yox, əks istiqamətdə eləyərək bu şəkildə hərəkətlər edəcək, uzanmış formada. Bu da başının altında. Yəni bu da niyə görə başına, bu digir tərəfini qoysunlar. Əvvəl qoya bilərlər bu hissələri, bu hissələri. Sonra isə kesə bilərlər bu digir tərəflərinə ki, daha mükəmməl şəkildə biraz əzmələr olsa, sonra masaj kimi. Yəni bu var. Başın öz ağırlığı kifayət edir ki, o baskıya yetər. Ondan da bir çox xəstəlikləri müalicə edəcək. Yəni təkcə bel deyil, ondan sonra təzyiq deyil, beyin qan dövranıdır, görməni yaxşılaşdırır, eşitməni yaxşılaşdırır, qulaqda səs-küy gedir. Ondan sonra canım istədirsin, Həkim, çox insanlar deyir ki, bizdə burada indi şpora deyirlər də, ona da bir təsir elədi, yəni ağrılardan azad olmuşuq. Bəli, daban şporu orada iki cürdür. Biri dabanın altı hissəsində olur, burada ayağı yerə basanda ağrı verir. Biri isə arxa tərəfdə olanda belə papaq kimi qaldır yuxarı. Onlar ki, ayaqlarını belə yerə qoyurlar, bu şəkildə, belə hərəkət elətdirirlər. Uzun müddətdən sonra mən onlara bir vasitə demişdim, noxudla vasitə. Noxud o həmin daban şporunda, buradan ayağı belə, noxud üstə gündə bir saat gəzəndə, noxud həmin onu həll edir. Sənin bu turbo dediyin məsələ isə ayağını yerə qoyaraq bu şəkildə hərəkət elətdirərək, o daban şporunu müxtəlif formalarda rahatlayır və ərdə bilir. Yəni, ancaq o şəkildə ərdə bilirlər. Yoxsa bir əməliyyat yolu var, bir də o yolu. Hansı vasitədən seçirlərsə, o vasitədən seçirlər. Yəni, yol var, əməliyyat da var, belə də var. Yəni ki, kim istəyir, inşallah. Bir şey də deyim, Allah can sağlığı versin Pərviz həkimə. Bunu sonda niyə görə deyirəm? Məsələn, turba idmanı mənə çox mükəmməl fayda vermişdi. Amma mənim elə bir lapatkanın ortasında bir küt ağır vardı, batırdı mənə. Ona görə mən kateye də geyib düşmüşdüm ki, görüm orada nəsə var. Mən ciyərimdən şübhələnirdim. 2 dəfə mənə orada, yəni özü müalicə eləyir də, yəni onun öz hamısını yaxşı bilir, gözəl bilir. Onlar orada taxtı, keçidli, nəsə də çox şey var. Bir dəqiqədə kürəyində salxan bağlayır, nəsə öz şeyi var o, məhlul kimi bir şey, o da. Mənə çox fayda verir. 2 dəfə gəlmişəm, vallahi ki. Düzdür, turba idmanı mükəmməl fayda, amma bəzi hallarda bizim əlimiz çatmayan şeylər olur. Bizim ona eləyə bilmirik də. Onda ki, məcbur həkimə müraciət eləməyə. Kim istəyir müraciət edə bilər, səhifəsini də aşağıdan sabitləyəcəm. Hamı tanıyır Pərviz həkimi, öz evində qəbul edir, balaca belə bir gözəl bir yeri var. Allah can sağlığı versin həkim. Başqa söz. Sağ ol. Xalqına, millətinə qulluq edən insan, gecədən səhərə qədər canlı yaymasın, insanları maarifləndirir. Rəbbim şahiddir. Bəli, mən təşəkkür edirəm Rəman müəllim. Sənə burada bir şeyimiz var. Baş ağrılardır, migrendir, panik atakdır, skalyozlardır, kifozlardır. 16 yaşına qədər daha mükəmməldir.
bel qırıcalardır, boyun qırıcalardır və diz oynağı